Şəhidlərimizi yad edirik, dualar edirik, xalqımızı dua edirik, ordumuzu dua edirik ki, Allah bizi bir daha belə qlobal müharibələrlə üzbəüz qoymasın. Allah qazilərimizə şəfalar versin. Allah xalqımızı qorusun, elimizi, obamızı qorusun. 27 sentyabr Anım Günü ilə əlaqədar olaraq Sumqayıt şəhərində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dərin ehtiramla yad edilib. Şəhidlər Xiyabanında keçirilən anım mərasimində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq mühafizə orqanları rəhbərləri, şəhid ailələri, qazilər, hərbiçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları əvvəlcə Sumqayıt şəhidlər Xiyabanında ucaldılmış Qalib Əsgər abidəsinin önünə gül dəstələri və əkillər qoyaraq Vətən uğrunda canından keçmiş qəhrəman övladlarımızın əziz xatirəsini ehtiramla anıblar. Daha sonra Azərbaycan ərazi bütövlüyünün bərpası naminə müqəddəs şəhidlik zirvəsinə ucalan qəhrəmanların məzarları ziyarət olunub, ruhlarına dualar oxunub. Çıxış edənlər bildiriblər ki, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında böyük qəhrəmanlıq sənnaməsi yazıb. Şəhidlərimizin göstərdiyi igidlik və fədakarlıq sayəsində torpaqlarımız işğaldan azad edilib. Ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Qazilərimizin sücayəti və şəhidlərimizin müqəddəs qanı Azərbaycan tarixinə əbədi iz qoyub. Tədbir iştirakçıları şəhid ailələri ilə görüşərək onların qəhrəman övladları ilə fəxr etdiklərini vurğulayıblar. Qeyd olunub ki, dövlətimiz hər zaman şəhid ailələrin və qazilərin yanında olacaq. Onların sosial müdafiəsi istiqamətində görülən işlər davam etdiriləcək. Nizami Rəsulov, Fərəd Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.